budur. Örtük götürülür ve demir yumruk bütün halkımızın her bir nümayəndəsinin qəlbində böyük iftixar hissi doğuran abidə. Bu demir yumruk düşmənin başına elə endirildi ki, onlar tabanlarına tüpürüb kaçmalı oldular. Və ekranda da gördüyünüz bütün bax bu rəqəmlər, ədədlər hamısı 44-də gəlib dayanacaq. Yəni 44 günlük müharibə. Azərbaycan tarixinin ən şanlı müharibələrindən biri və Azərbaycan torpaqlarının işğaldan azad olunması 44 günlük müharibə bildiyiniz kimi bu müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Ən şanlı günləridir, ən böyük günləridir. Həmin günləri yenə də qürurla xatırlayırıq. 4 oktyabr 2020-ci il Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 26 oktyabr Qubadlı, 8 noyabr Şuşa. Azərbaycanın döyünən ürəyi, bizim müqəddəs şəhərimiz azad edildi. 8-in də olması mənə gəlir ki, bir tərəfdən də simvolikdir. 8 həm də sonsuzluq işarəsidir. Azərbaycanın müstəqilliyi, Azərbaycan torpaqlarının azadlığı sonsuza qədər bu cürdə davam edəcək və stadionda da hal-hazırda gördüyünüz kimi o 8 düzəldilib. Azərbaycan qələbə qazandığı gün, qələbəsini rəsmiləşdirdiyi gün daha doğrusu